Salam dostlar, mən Leyla. Bugün YouTube kanalımın ilk videosunu sizlə bölüşürəm. Kanadada öyrəndiyim bütün təcrübələri, bütün məlumatları sizlə bölüşmək üçün çox həyəcanlıyam. Əslində Kanadaya gəlməmişdən öncə planlayırdım ki, viza şirkətinə necə müraciət etdik, vizanı necə aldıq, viza neçə günə gəldi. Bu tip məlumatları sizlə bölüşmək üçün çox həyəcanlanırdım. Dəfələrlə də video çəkməyə risk etdim, lakin qismət bu günə imiş. Artıq 6 aydan sonra videonu sizlə bölüşürəm. Yəni 6 ay boyunca təcrübələr əldə etdiyim və daha ətraflı və daha dolğun məlumatları sizlə bölüşmək üçün bugün videonu sizlə paylaşıram. Ümid edirəm ki, sizə doğru yol, doğru istiqamət göstərə bilərəm. Bəzilərinə həqiqətən təcrübə lazımdır, amma mən çalışacağam ki, təcrübə ilə burada əldə etdiyimiz, neçə ayda əldə etdiyimiz məlumatları sizə bir dəfəyə ötürüm. Elə isə başlayaq. Mən özüm üçün sualları yazmışam. Nə haqqda sizə bu dəfə məlumat verim. Çünki məlumat verəsi nüansı çoxdur və daha dolğun, daha doğru məlumat vermək üçün hər videoda müəyyən şeylərdən danışmağı planlayıram. Bu arada burada bölüşdüyüm heç nə professional bir yanaşma deyil. Hər biri şəxsi düşüncəmdir və təcrübələrim əsasən sizlə bölüşürəm. Bəzi şeyləri mən belə yaşamış, başqaları da başqa cür yaşamış, təcrübə edilmiş ola bilər, amma ən doğru məlumatı sizinlə bölüşməyə çalışacağam. Mən təhsilimə, yoldaşım da işinə adaptasiya olmaq istəyirdi deyə bizim üçün daha sürətli bir viza şirkəti lazım idi. Həqiqətən də viza şirkətimiz çox professional olan insanlardan ibarət idi, belə deyə bilərəm. Çünki 2 aya bizə vizanı aldılar. Biz barmaq izinə girdik və Kanadaya gəldik. Yəni oturduk, qərar verdik Kanadaya gedək. 2 ay sonra artıq biz Kanadadaydıq. Yəni düzdür, elə insanlar var ki, illərlə gəlməyə arzusunda olur. Yəni həqiqətən burada bəzi şeylər qismətə dayanır. Amma düşünürəm ki, viza şirkətindən də çox şey asılıdır. Sizə kiçik bir məlumat vermək istəyirəm adaptasiya müddəti barəsində. Adaptasiya olmaq biraz çətin olacaq. Çünki sadəcə sizin bura gələndə məqsədiniz olmalıdır. Məsəl üçün mənim məqsədim təhsilimi çox yaxşı inkişaf etdirməkdir deyə özümü bəzən sakitləşdirirəm. Yoldaşım məsəl üçün işini inkişaf etdirməkdir deyə. Amma psixologiyamız həqiqətən güclü olmalıdır. Özünüzə təsəlli verməlisiniz, özünüzün dostu olmalısınız və əgər burada bir yaxınınız, dostunuz yoxsa bu sizə biraz çətin ola bilər. Çünki saat fərqimiz var. Hazırda saatlar çəkildiyi üçün 8 saat fərqimiz var, amma qışda 9 saat fərqimiz var idi və həqiqətən insan darıxır. İlk 2 ay deyim ki, həqiqətən çətin olur, amma çalışın ki, məqsədiniz olsun, əzminiz olsun. Çalışın özünüzü sakitləşdirin və düşünürəm ki, hər kəs istəyir ki, ən yaxşı nəticə ilə, məsələn, bura gəlmişiksə hər birimiz istəyirik ki, daha yaxşı nəticə ilə geri dönək. Ona görə Kanadaya gedən və Kanada olan hər kəsə səslənirəm ki, həqiqətən bir müddətdən sonra insan öyrəşir. Mən videoda tez-tez məlumat verməyə çalışıram ki, hər bir şey haqqında sizə məlumat verim. Başda da qeyd edəcəm ki, hər videoda nə haqqında danışacağam. Sizə ən maraqlı olan hissəyə baxa bilərsiniz. Ev qiymətləri haqqında sizə məlumat vermək istəyirəm. Kanadada ev qiymətləri Azərbaycanda kimi deyil. Azərbaycanda ev qiymətləri 250-300 manata da ev tapa bilərsiniz, 2-3 otaqlı. Bura amma qətiyyən elə deyil. Burada evlər çox bahadır həqiqətən. Belə deyim ki, $2000 civarı təqribi qiymət deyəcəm sizə. Çünki qiymətlər çox dəyişir. Amma düşünün ki, ən ucuz evin qiyməti $800-dır. Bu da bir hansısa bir evin bir otağını verirlər sadəcə sizə kirayə. Belə nəzərə ala bilərsiniz. Araşdıra da bilərsiniz bir çox yerlərdən. Görəcəksiniz həqiqətən ortalama qiymət minimum $800, ortalama da $2000 civarı dəyişir. Bunu nəzərə alaraq gəlin və Kanadaya gələndə mütləq şəkildə ki, viza qiymətlərini, təyyarə qiymətlərini çıxmaq şərti ilə çalışın ki, 8 və yaxud 10.000 Kanada dolları ilə bura gələsiniz. Kanada dolları Amerika dollarından ucuzdur, bilirsiniz. İstəsəz sizə növbəti videolarda sizə hansı iş daha uyğundur, nə işləyə bilərsiniz, bu haqqda məlumat verə bilərəm. Amma bu video çox güman ki, sığmayacaq, çünki bu videoda daha başqa mövzulardan danışmaq istəyirəm. Açıq deyim ki, burada qida xərclərimiz, yəni şəxsidir. Elə insan var ki, aylıq $300-500 xərcləyə biləndə, elə insan var ki, düz $300-dan aşağı olmayacaq aylıq xərcimiz. Əsas yeməkləri aldıqda təxminən $300 civarı olacaq. Amma qorxutmaq istəmirəm sizi, yəni məncə də qorxmağa ehtiyac yoxdur. Çünki əgər qazansanız, gəliriniz, gedərinizi bərpa edəcək. Buna görə məncə heç bir narahatçılığa ehtiyac yoxdur. Sadəcə müəyyən bir məqsədiniz olmalıdır ki, məsəl üçün həftəlik tutaq ki, $1000 qazanmalısınız və ay sonu evə $2000 verəcəksiniz. Cibinizə də biraz pul qalmalıdır. Bu hesabı düzgün aparmalısınız. Bu hesabı da təxmini 1 ay, 2 ay içində artıq özünüz təxmin tutacaqsınız ki, nə qədər məbləğ gəlir, nə qədər məbləğ çıxır sizdən. Yaşadıkça daha gözəl başa düşəcəksiniz.
Deməli dostlar, indi isə gələk Kanadada market qiymətlərinə. Əslində market qiymətləri manatla müqayisə etsək, burada məsəl üçün dollar qazanacağımız üçün manat kimi yanaşsaq biz ona, eynidir qiymətlər demək olar. Məsəl üçün burada yağlı ət yağsız ətdən daha ucuzdur və hər mağazada fərqlidir qiymət. Məsəl üçün elə mağaza var ki, orada ət ucuzdur, elə mağaza var ki, orada çörək ucuzdur. Hər bir qidanı öz mağazasından alsaz, sizə daha sərf edəcək və aylıq xərciniz daha az çıxacaq. Bunu da ki, yaşaya-yaşaya təcrübə edəcəksiniz və əslində növbəti videolarda bu haqqda da çəkə bilərəm, market alış-verişləri. Sadəcə bir market deyil, burada bir çox marketlər var. Walmart var, Dollarama var. Məsəl üçün, qısa bir nümunə çəksəm, Dollaramadan ev əşyaları ala bilərsiniz xırda, çəngəl, bıçaq, qaşıq ala bilərsiniz. 3 dənəsi 1 dollar ala bilərsiniz. Amma bunu gedib Walmartdan 3 dənəsini 3 dollar alacaqsınız siz. Yəni ilkin təməl lazım olan şeyləri Dollaramadan ala bilərsiniz. Çünki çox əlinizdən tutacaq. Dediyim kimi, nə sualınız varsa yoruma yaza bilərsiniz. Mən növbəti videoda hər birini cevablamağa hazıram. Siz suallarınızı yazın, mən mütləq şəkildə ki, onlara geri dönüş edəcəm. İndi isə gələk Kanadada hər kəsin ehtiyacı olan o bir nömrəli vasitəyə, maşın. Həqiqətən burada əgər maşınınız yoxdursa, siz heç nəsiz deməkdir. Çünki burada ayaqla 1 saat, 2 saata getdiyiniz yolu maşınla sadəcə 8-10 dəqiqə, maksimum 20 dəqiqə gedirsiniz. Burada highway, magistral yollar çoxdur. Və demək olar ki, o yollar sayəsində hər yerə çox qısa zamanda çatırsınız. Benim kimi videonun başında da demişdim sizə ki, Kanadaya gələndə təxmini 10.000 Kanada dolları ilə gəlsəz daha yaxşıdır, 8-10.000. Bu 10.000-in içinə maşın ödənişi də daxildir. Çünki bilirsiniz ki, Amerika, Kanadada maşınlar çox ucuz olur. Yəni hər qiymətə tapa bilərsiniz. 800 dollardan tutmuş 3000 dollara qədər, 5000 dollara qədər maşın tapa bilərsiniz burada. Bizə bu məlumatları heç kim verməmişdi. Düşünürəm ki, bu sizə çox kömək olacaq. Çünki siz 10.000 Kanada dolları ilə bura gəlsəz və maşın alsaz özünüzə həm yol xərcindən, metro xərcindən qurtulmuş olacaqsınız. Çünki burada metrolar çox bahadır, avtobuslar çox bahadır. Bir gedişin qiyməti 2-yə 3 dollar tutur, hətta baha da ola bilər, tam bilmirəm. Düzdür, o gedişdən 2 saat içində limitsiz 100 dəfə də istifadə edə bilərsiniz. Amma təbii ki, məntiqsizdir bu. Maksimum 2, maksimum 3 dəfə istifadə edə bilərsiniz siz ondan. Ona görə düşünürəm ki, maşın mütləqdir. Yəni burada kimdən soruşsanız maşınınızın olmağını sizə şərt deyəcək. Ona görə 8.000 dollarla da gəlsəz bura, məsəl üçün 800 dollarlıq bir maşın ala bilərsiniz. Bir də evin qiymətləri, kirayə qiymətləri burada. Dediyim kimi, əgər 2000 dollarlıq bir evdə qalacaqsınızsa, o evin 2 aylıq icarə pulunu öncədən verməlisiniz. Fərq etmir. İstər basementda qalın. Yəni basementda hər hansısa bir həyət evinin podval hissəsi deyim sizə belə tərcümədə. Orada da qalsaz və yaxud ən luxury bir evdə də qalsaz 2 ayın ödənişi mütləq şəkildə verməlisiniz. Çünki burada belədir, ilk girdiyiniz ay və çıxacağınız son ayın pulunu verirsiniz. Əgər evdən çıxacağınızı deyirsinizsə də həmin ay pul verməyəcəksiniz artıq evə. Çünki onun ödənişini öncədən etmiş olursunuz. Bu xırdalıqlar biraz bura gələndən sonra sizə tam aydın olacaq. Əslində ilk gəldiyimiz ay sizə 1000 dollar təxmini mağaza xərci lazım olacaq. Çünki ev əşyaları almalı olacaqsınız. Bəzi evlər burada əşyasız verilir. Ən azından təməl ehtiyaclar, tutaq ki, deyirəm, sabun, paraşok, bu kimi şeylər almalısınız və bunların təxmini sizə 1000 dollar civarı gəlib çıxacaq yemək içməklə birlikdə. Ona görə düşünürəm ki, 1000 dollar da buna çıxsaq, 4000 də evə çıxsaq, 5000 dollar getdi. Yerdə cibinizdə heç olmasa 1000 dollar saxlayın. Yerdə qalan 2000 dollar, 3000 dollara maşın ala bilərsiniz. Dediyim kimi 800 dollar da ala bilər. Təbii ki, sizə bu şansınızdan asılıdır, çıxmaqdan asılıdır. Əsas hissələrdən biri prava mövzusuna gəlmək istəyirəm. Çünki bizim ilk aylarda çətinlik çəkdiyimiz mövzular buydu. Ona görə bu hissələrdən başlamaq istədim sizə də məlumat verməyə. Əgər maşın pravamız varsa, Azərbaycanda 3 illik bir pravamız olmalıdır ki, siz bura birbaşa G imtahanına girə bilərsiniz. G imtahanı nədir? Azərbaycanda bir dəfə imtahan verirsən, tutaq ki, bir dəfə bir prava alırsansa, burada 3 prava var. G1, G2 və G imtahanı. G1 pravası ilə siz yanınızda professional sürücü olan bir insanla maşın sürə bilərsiniz. Tək maşın sürməyə bizə icazə qəti şəkildə verilmir. G2 pravamız varsa, bu prava vasitəsilə əsas yollarda sürə bilərsiniz. Ancaq magistral yola çıxa bilməzsiniz. Highway sayılır burada. Çünki highwaydə minimum 80-100-dən gedir insanlar, maşınlar. Bunun üçün isə G imtahanını keçməlisiniz. Azərbaycanda 3 illik pravamız varsa, bu çox yaxşı bir şeydir. Çünki G1 imtahanını verəndən sonra birbaşa G2 imtahanına girə bilmirsiniz. Məndə yox idi deyə, mənim G2 imtahanıma girmək üçün 8-ci ay tamamlamağım lazımdır.
8-ci ay tamam olduqdan sonra qeyd imtahanına girə bilirəm. Bu hissə biraz yorucu hissədir, amma Azərbaycanda 3 illik və 3 ildən artıq bir pravamız varsa, birbaşa qeyd imtahanına girə bilərsiniz. Qeyd imtahanında da sizi yoxlayırlar canlı və biraz çətin imtahandır. Ona görə o imtahana girməmişdən öncə də mütləq şəkildə heç olmasa bir kursluq dərs almağınızı məsləhət görürəm. Təxmini qiymət 250-350 dollar civarı dəyişir. Dostlar, son olaraq sığorta haqqında məlumat verim. Mütləq şəkildə maşının pravadan əlavə sığortası da olmalıdır. Bu videoda tam ətraflı məlumat verməyə çalışdım sizə maşın haqqında. Çünki burada ən çox ehtiyacınız olacaq şey demək olar ki, maşın olacaq və bundan sonra mənə təşəkkür bildirərsiniz. Çünki həqiqətən burada maşınsız insan qanadsız quş kimi bir şeydir. Bütün işlərimizi onunla daha rahat həyata keçirir. Maşının sığortasından danışırdım sizə. Maşın sığortası burada həqiqətən bahadır. Hər ay sığorta yenilənməlidir və maşının ilindən asılı düzdür. Amma qiymətlər də ucuz deyil. 500-600 dollardan başlayır deyəsən sığortanın qiyməti. Amma hər ay, yəni bu sığorta daimi ödənməlidir. Açıq belə deyim ki, burada polislər hər dəqiqə saxlamırlar sizi. Amma əgər saxlasalar da, 3 ay saxlamayıb, 4-cü ay saxlaya bilərlər. Əgər saxlasalar da sizi, təbii ki, maşın sürməyinizdən çox şey asılıdır. Əgər normal maşın sürən, neçə illik təcrübəsi olan bir insansızsa, yəqin ki, hər şeyə görə saxlamayacaqlar sizi. Amma əgər işte saxlasalar, pravamız və sığortamız mütləq şəkildə ki, olmalıdır. Çünki burada sığortasız maşın demək olar ki, qeyri-qanuni maşın sürmək kimi bir şeydir. Bunu nəzərdə saxlayın. Bu videoda sizə ilk başda hansı mövzuda çətinlik çəkmişdimsə, onları izah etməyə çalışdım. Əgər nəsə unutdumsa, mütləq şəkildə yorumlarda bildirərsiniz. Mən sizə daha ətraflı, daha dolğun digər videolarda mütləq şəkildə ki, o hissəni izah eləyərəm. Növbəti videolara qədər hələlik!